Paxla mövsümü bitməmiş bu dadı mütləq sınayın. Mən də bugün paxladan Cənub mətbəxinin ən dadlı və sevilən plovlarından olan paxla plov hazırladım. Əvvəlcə paxlaları təmizləyirik. Hamısını təmizlədikdən sonra üst qabıqlarını da mütləq soyub çıxartmaq lazımdır. Hətta üst qabıqlarını soymadan salafanlarda, buzluqda qış üçün dondura bilərsiniz. İstədiyiniz vaxt çıxardıb istifadə edərkən üst qabıqları çox rahatlıqla soyulacaq. Paxlanı təmizlədikdən sonra toyuğu doğradım və qaynamağa qoydum. Kənd toyuğu olduğu üçün, biraz gec pişən olduğu üçün mən əvvəlcədən qaynatdım. Plov üçün istifadə etdiyim düyünü də əvvəlcədən təmiz yuyub duzlu suda 1 saat gözlətdim. Adi qaydada qaynayan duzlu suyun içərisinə düyünü əlavə etdim. Alabişmiş vəziyyət aldıqda paxlanı əlavə edirəm. Paxla ilə birlikdə çox az 1 dəqiqə qaynadıb şüyüdü üzərinə əlavə edib ocağı söndürürəm, qarışdırıb süzürəm. Şüyüdü əlavə etdikdən sonra qətiyyən qaynatmayın. Dərhal ocağı söndürüb, qarışdırıb və süzün. Toyuq əti yumşaldıqdan sonra qazanın içərisinə biraz yağ əlavə edirəm və toyuqları düzüb süzdüyüm plovu da üzərinə əlavə edirəm. Üzərinə də kər yağı əlavə edirəm və qapağını örtüb saata baxıb tam 1 saat müddətində dəmə qoyuram. Əgər toyuğu və ya əti çiğ halda plovun altına düzsəniz, onda mütləq saat yarım dəmə qoymalısınız. İndiyə qədər paxla plov heç bişirməmisinizsə, nə qədər mövsümüdür, mütləq siz də bişirin. Dadı doyulmazdır, çox ləzzətlidir. Hazırlayıb yeyənlərə nuş olsun, göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə hələlik.